Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyi təqdim edir. Biz Şuşanı azad elədik, burada bayrağımız dalğalanır və ən əsası da bizim azanımız səslənir. Gördüm ki, bir səs-küy qopdu ki, sən demə bu Zəfərin səs-küyüymüş. Mən zabitlərlə söhbət edən zaman hamısı açıq-aşıq deyir ki, sanki Allah da, təbiət də bizim yanımızdaydı. Yəni istəyəndə duman verirdi, istəyəndə gün çıxırdı, istəyəndə yağış yağırdı. Şuşa uğrunda gedən savaş, o müharibə, Şuşanın alınması əslində dünya hərb tarixinin bir sehirli, bir təkrarsız səhifəsidir. Azərbaycanın qələbəsi şəhidlərin, qazilərin, döyüşçülərin qanı ilə yazılıb. ...2020-ci il sentyabrın 27-sində Qarabağın azadlığına gedən yolda Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz dəmir yumruq əməliyyatı ilə zəfər yürüşünə başladı. Rəşadətli ordumuz qurudan və havadan düşmənə məhvedici zərbələr endirərək qədim qayım yurd yerlərimizin müdafiəsinə qalxdı. Dilində dua, biləyində güc, qəlbində vətən sevdası olan igid Azərbaycan oğulları bu qanlı qadalı yolda ölüm-dirim savaşına başladı. Onları yalnız bir amal birləşdirirdi. Paramparça olmuş dədə-baba torpaqlarımızı düşmən tapdağından xilas etmək, onu bütövləşmiş vətən etməyə nail olmaq. Cəbhədən gələn xoş xəbərlər hər kəsi qürurlandırır, hər kəsi qələbəyə ruhlandırırdı. Oktyabrın 3-də Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqını ilk qələbə xəbəri ilə müjdələdi. Bugün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır. İşğaldan azad olunmuş torpaqlarımızda ucalan bayrağımız düşmənin bağrında od qaladı. Elə həmin gün Madagizin tarixi adı olan Suqovuşan bərpa edildi. Oktyabrın 4-də isə 27 illik işğaldan sonra azad edilən ilk şəhər Cəbrayılda Azərbaycan bayrağı dalğalandı. Hər gün daha bir rayonumuz düşmən tapdağından azad olundu müjdəsi bir-birini əvəz etməyə başladı. Zəfər yürüşünün son ünvanı isə Şuşa idi. Qəhrəman ərənlərimiz əzmlə, rəşadətlə Qarabağın baş tacı, Azərbaycanın qeyrət qalası olan Şuşaya doğru irəlilədi. Prezidentimiz bizim üzərimizdə qoyduğu tapşırıqlardan biri də bu idi ki, Şuşa şəhəri fəth olunmalıdır. Şuşa hər bir döyüşçünün, hər bir Azərbaycanlının and yeri, qibləgahı idi. Onların təşnə qəlbi kökslərində qərar tuta bilmirdi. Vətən sevdası ilə döyünən ürəkləri yalnız qələbə xəbəri sakitləşdirə bilərdi. Şuşa ermənilər üçün də strateji bir yer idi, onun üçün istəyirdilər ki, əllərində saxlasınlar. Yollarımızda böyük maneələr var idi, puskular, yollara minalar düzülürdü, gizli yerlərdən, gizli istiqamətlərdən atəşlər açılırdı. Müxtəlif növ maneələr yaradırdılar ki, biz Şuşaya yaxınlığına belə gedə bilməyək. Amma əlbəttə ki, bizim illərlə hazırlığımız bunu göstərdi ki, biz onların düşündüyü tərzdə deyil, özümüzün planladığımız tərzdə biz döyüşə hazırlaşmışıq və bunu həyata keçirməliyik və bunu da icra etdik. 44 günlük Vətən müharibəsinin sonu və deyərdim ki, Azərbaycan ordusunun şah əsəri Şuşa əməliyyatları sayılır. Belə bir vaxtda Qarabağın fatihi, müzəffər Ali Baş Komandan İlham Əliyevin hər kəsi ruhlandıran və yenilməz inam hissi yaradan Şuşasız işimiz yarımçıq olar ifadəsi onların damarında qanını coşdurur, qələbə əzmini daha da sürətləndirirdi. Şuşa alınmalıydı. Şuşa alınmalıydı ki, biz artıq düşmənin üzərində öz hökmümüzü qoyaq. Elə bu inamla da müzəffər ordumuz Şuşaya daxil oldu. Cəsur əskərlərimiz bu qədim şəhəri xilas etmək üçün canlarını sipər etdi. İlk baxışda keçilməsi mümkünsüz görünsə də, qəhrəman döyüşçülər sıldırım qayaları,
çətin aşırımları keçərək düşmənin qorxunc kabusuna çevrildilər. İndi Zəfər yolu deyilən istiqamətdə isə Azərbaycan ordusunun və xüsusən xüsusi təyinatlıların mühəndis istehkam rəisi birbaşa özü olmaqla orada yol çəkilişinə başladılar və bu yol çəkilişi hesab edirəm ki, ən ağır proseslərdən biri oldu. Yəni orada çox ağır döyüşlər getdi, orada itkilər də verdi, qarşı tərəfdə çox ağır itkilər verdi. Amma hər halda o yolun çəkilməsi özü də bir böyük problem idi. Tabor Laçın dəhlizi istiqamətinə girə bildi və Laçın dəhlizi istiqamətində qarşılaşdı. Orada yeri gəlmişkən orada çox ağır proses baş vermişdi. Səbəb nə idi? Ermənistan tərəfi Laçın dəhlizində yolun kənarında, yəni orada söhbət asfalt yolun kənarında belə orada mövqelər qoymuşdular və o mövqelərdə əslində sən demə Azərbaycan ordusunu orada gözləyirmişlər və orada çox ağır döyüşlər baş verir. Elə şeylər var ki, onu nə texnika, nə silah, nə atılan bombalarla silmək, dağıtmaq, məhv etmək mümkün deyil. Bu, Azərbaycan ruhudur. Şuşa da bu ruhun ən möhtəşəm abidələrindən biridir, deyir xalq şairi Sabir Rüstəmxanlı. Şuşa uğrunda gedən savaşı dünya hərb tarixinə sehirli və təkrarsız səhifə kimi dəyərləndirir. Şuşa son 100 illərdə çox ağır savaşlardan keçib. 1918-ci ildə şəhərin bir hissəsi yandırılıb. Ondan sonraki dövrlərdə də Şuşada xüsusən 1988-ci ildən başlanan hadisələrdə Şuşada çox qanlı hadisələr olub, daşaltı əməliyyatı, başqa əməliyyatlar. Buna baxmayaraq Şuşa öz uca ruhunu qoruyub saxlayıb. Şuşa Azərbaycanın uca ruhunun mərkəzlərindən biri idi, mədəniyyət mərkəzi idi. Ona görə də Şuşanın əldən getməsi xalqa nə qədər ağır görünsə də biz onun daimi olaraq düşmən əlində qalacağına inanmırdıq. 44 günlük müharibə bu inamı qaytardı. Öncə Laçın koridorunu keçərək Şuşanın arxa tərəfindən Xankəndi yoluna hərəkət etdik, meşə içindən. Və gəlib bizim tapşırığımız o idi ki, Xankəndidən Şuşaya gələn dəstəyin qarşısını almaq, Şuşanı blokadada saxlamaq. Biz Laçın koridoruna yaxınlaşan vaxtı əlbəttə ki, yolda dediyim kimi minalarla rastlaşdıq. O minaları zərərsizləşdirdim. Sonra bütün bölmələrimiz, bizlə hərəkət edən bölmələrimiz o istiqamətdə rahat keçid elədilər. Laçın koridorunu keçərək meşə içindən yenə gedərkən Puska ilə rastlaşdıq. Şükürlər olsun, orada da itkimiz olmadı, yaralımız da olmadı. Müzəffər Ali Baş Komandanın verdiyi döyüş əmri ilə bütün çətinliklərə sinə gərərək əbədi və əzəli torpağımız Şuşanı işğaldan azad edən cəsur qəhrəmanlarımız tarixin o şanlı şərəfli səhifəsini, ölüm-dirim savaşını qürurla xatırlayır. Daşaltı meşəli ərazidir. Ora yol yox idi. Müəyyən yolları biz seçərək Daşaltından Şuşaya qalxdıq. Şuşada da ağır döyüşlər oldu. Buna baxmayaraq biz yenə də yolumuzu davam elədik. Mən orada çox əskər, zabit, gizir gördüm ki, onlar yaralanmağına baxmayaraq yenə də döyüşü davam elətdirir. Hətta qospitala gedib gələnlər də müalicəsini yarımçıq qoyub təzədən döyüşə girirdi. Bizim qazilərimizdən əskər idi, quru qoşunların əskəri idi. Onların tibb mütəxəssisləri yardım edib yol kənarına çəkmişdilər ki, arxadan gələn digər təxliyə maşınları onları götürsün. O da mənim qarşıma çıxdı və gəldim, gördüm ki, çox ağır bir şəkildə yaralanıb. Sağ ayağı amputasiya olunmuşdu, qəlpə parçalamışdı ayağını. Sol ayağı da eyni qaydada, bütün dəlib keçən qəlpə, güllə yarası, hətta güllə yarası da var idi. Bütün qol, hər iki qolumda ağır zədələr var idi. Biləkdən qolumun biri yox idi, səhv etmirəmsə. Onu götürdüm tibb maşınıma, məruzə elədim komandanlığıma ki, yəni belə bir ağır yaralı var. Onlar dedi, əlbəttə ki, təxliyə eləməlisən. Məqsədimdəki o idi ki, mən onu götürüm, geri çıxım. Həmin ərazi də Daşaltı kəndi idi. Şuşaya artıq yaxınlaşırdıq. Zəfərin qoxusunu hiss edirdik də, belə deyək, qələbə qazana-qazana şükürlər olsun ki, irəliləyirdik. Orada geri qaydanda çox ağır bir dərə yatağı vardı. Orada texnikadır, yəni artıq günlərdir hərəkət edir. Maşınımız xarab oldu.
qaldıq ortada, bilmirəm neyinim, necə eləyim. Mərmi inanın kinolarda görmüşük də biz o şeyi. Yəni hər nə qədər hərbçi olsaq da, real o təlimlərdə yaşamışıq təbii ki. Real müharibə yaşamaq asan bir şey deyildi. Mərmilər altında mən məcburən onu gördüm ki, mərmi bizə yaxınlaşır. Maşından çıxartdım, məcbur olaraq piyada sürücümlə onu müəyyən qədər təxliyə etməyə çalışdıq. Və bu minvalla tamına təqribən 21 kilometr onu biz geriyə çıxardıq. Həmin vaxtı yenidən mərmilərlə vurulduq, ağır kontuziyalar aldım. Həmən dəhlizin içərisində çox ağır döyüşlər gedir. Gecə ümumiyyətlə çox zülmət qaranlıq olur və zülmət qaranlıqda yəni tabur komandiri orada irəliləyir, arxasınca onun hərbiçiləri irəliləyir. Amma orada həmin o yolun içərisində ermənilər də olur və erməni hərbiçilər də olur. Orada məsələn orada bir epizod var. Orada parollardan biri Allahu Əkbər olur. Məsələn kiməsə yaxınlaşanda və yaxud da ki hardasa səs gələndə burada Allahu Əkbər deyirmişlər. Məsələn orada biri olur, ermənilərdən biri Allahu Əkbər yox, Əkbər, Akbar, Akbar deyirmiş və biliblər ki bu Azərbaycanlı deyil, ermənidir. Ona görə də onu orada vurub onu sıradan çıxardırlar. Millətimizin qeyrət qalası olan Şuşaya ayaq basanda gözləri vətən sevgisi ilə parıldayan cəsur Azərbaycan oğullarının yalnız bir arzusu var idi. Üçrəngli bayrağımızı Şuşada dalğalandırmaq, Gövhər Ağa məscidində namaz qılıb dualarını Tanrı dərgahına ucaltmaq və zəfər müjdəsini bütün dünyaya yaymaq. Bu amalın qarşısını heç bir ölüm qorxusu ala bilməzdi. Çünki ölümün üzərinə mətanətlə yeriyən igid qəhrəmanlarımız ölümü belə ölümsüzləşdirəcək gücə qadir idilər. Şuşa yolunda olarkən niyyət elədim ki, mən ora çatanda birinci o Şuşa məscidini ziyarət eləyəcəm. Düşmən tərəfindən görmüşdük ki, məscidlər yararsız vəziyyətə salınıb. Qələbə çalandan sonra birinci işim o idi ki, o məscidi təmizləyim özüm. Niyyət eləmişdim ki, təmizləyim, onu abadlaşdıraq. Şükürlər olsun, Şuşa alınan kimi elə birinci Şuşanın o Gövhər Ağa məscidini ziyarət eləməyimiz oldu. Müharibə dönəmində xüsusi təyinatlılardan mən zabitlərlə söhbət edən zaman hamısı açıq-aşıq deyir ki, sanki Allah da, təbiət də bizim yanımızdaydı. Yəni istəyəndə duman verirdi, istəyəndə gün çıxırdı, istəyəndə yağış yağırdı. Və orada çox maraqlı bir proses olur. Həmən əməliyyatda, o əməliyyatda və o taborun tərkibində olanlar hamısını qeyd edirlər ki, məsafə təxminən 200 metr olanda, yola 200 metr olanda deyir, çətin irəliləmək olurdu. Yəni atəş açırdılar, daha sonra uzanırdılar, çünki vurulmamaq üçün və qarşı tərəf orada gözləyirdi. Və orada təxminən eyni bir 200 metr civarında bir duman gəlir çökür. Və bu dumandan istifadə edərək və oradakı elə hamısı birdən Allahu Əkbər deyib və həmən istiqamətə yürürlər və orada demək olar ki, o postdakı mövqedəki demək olar ki, erməni hərbiçilərini hamısını sıradan çıxardırlar. Orada hətta bir maraqlı, hətta bir qədər bir gülməli hadisə də baş verir. Bir BMP-ni vurmaq istəyəndə onlardan söhbət tank əleyhinə vasitə açılmır, atəş açıla bilmir. Əvvəl fikirləşirlər ki, yəni silahın özündə problem var. Sonra məlum olur ki, məsafə o qədər qısa olub ki, 4 metrdən, 5 metrdən atəş açmaq istəyiblər. Həmən o texnikada da problem ondadır ki, o qədər qısa məsafədən açılmır həmən silah. Və yəni təsəvvür edin ki, döyüş o qədər yaxın olub, 4-5 metrlikdən gedib. Yəni bir texnikanın 4-5 metrliyindən gedir sonra. Zaman-zaman Şuşanı yadelli işğalçıların hücumlarından müdafiə edən Şuşa qalası 44 günlük vətən müharibəsində də onların qarşısında mərd-mərdanə dayanaraq əsl qəhrəmanlıq nümayiş etdirdi. Düşmənin əks hücumunun qarşısını alarkən qala ona sığınan igid Azərbaycan oğulları ilə bərabər döyüşdü. Şuşalın qala divarını da ələ keçirmək çox çətin oldu. Orada artıq itkilər oldu, yəni şəhidlər verdik. Çünki orada düşmənin artilleriya bölmələri, tank bölmələri yerləşmişdi. Bir neçə şəhidimiz oldu orada. Amma nəticədə biz yenə də Şuşa qalasını ələ keçirə bildik və orada özümüz üçün mövqe hazırladıq ki, bizə verilən tapşırığı icra edək. Xankəndi istiqamətindən bir neçə hücumlar oldu ki,
Şuşaya həm kömək göndərsinlər, həm də bizim orada olduğumuz yeri ələ keçirsinlər. Amma buna nail olmadılar. Dəfələrlə tanklarla hücuma keçdilər. Sonra gördülər tanklarla alınmır. Gedib banklardan istifadə olunan inkasator maşınlarından gəldilər tanklarla bərabər. Amma bununla da nail ola bilmədilər. Bəlkə də görərdiniz, çəkilişlər də var idi. Orada inkasator maşınları qalmışdı və həmin inkasator maşınların biz orada sıradan çıxartmışdıq. Və onlar yenə də geri qayıtdılar. Yəni Şuşaya girə bilmədilər, heç birinə kömək göndərə bildilər. Nə də içəridən kimsəni imkan verdi ki, bayıra çıxsın. Həmin günlərdə qədim qala divarları düşmənin tanklarına qarşı davam gətirən möhkəm bir müdafiə xətti rolunu oynadı. Xüsusi təyinatlılarımız orada qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər. Bu mübarizlik Şuşanın qeyrət qalası olduğunu bir daha bütün dünyaya sübut etdi. Şuşada qala divarının üstündə mühafizədə olan vaxtı, Şuşanın müdafiəsində, yəni Xankəndi istiqamətindən gələn istiqaməti biz müdafiə edən vaxtı Niftəliyev Mehrabla biz dedim, Uzman necəsən? Mən də bilirdim ki, bunun ağrıları vardı, belində, dizində bunun ağrıları var idi. Dedim, Uzman necəsən? Dedi, o da elə mənə Uzman dedi. Dedi ki, Uzman, yəni çox pis ağrıyır belimdə, dizimdə. Amma yenə də şükürlər olsun, gəlib çatmışıq bura. Sonra elə biraz orada söhbət etdik. Sonra o məndən ayrıldı, getdi qala divarının o biri başına. Mən də elə olduğum yerdə mövqeydə idim. Ondan bir neçə dəqiqə sonra artıq ermənilər artilleri atışına başladı və eşitdim ki, yaralı var. Soruşdum, kimdir? Dedilər, Mehrabdır. Daşaltı kəndindən üzü Laçın koridoru istiqamətinə. Yəni inan səmimiyyətimə nə olar deyib, yəni öldü var, döndü yoxdur. Ərazidə də belə deyiləm. Yəni hər nə qədər hərbiçi olsam da mən tibb xidmətini bizirəm. Yəni o döyüş qruplarının mütəxəssisləri qədər mən topoqrafiyadan elə bir anlayışım yoxdur ki, mən kəndləşməyi bilim. Gedək, yanımdakı sürücüyə eyni qaydada komandir əlbəttə gedək. O qardaş məndən artıq 2 dəfə minəyə düşmüşdü. Yəni bu elə bir şey deyil. Şuşa döyüşləri 2-ci Qarabağ müharibəsində Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biri idi. Həmin döyüşlərdə heç bir ağır hərbi texnikadan istifadə olunmadı. Azərbaycanın mərd oğulları yüngül silahlarla düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşanı düşmənlərdən təmizlədi. Vaxtilə çoxlarına xəyal kimi görünən bir arzu noyabrın 8-də gerçəyə çevrildi. Məhz buna görə də Şuşa döyüşləri Azərbaycan hərb tarixinə misli görünməmiş qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Şuşa əməliyyatında, digər əməliyyatlarda, digər döyüşlərdə məsələn dronlardan, yəni hücum dronlarından, kamikadze dronlardan istifadə olunsa da, bu əməliyyatda demək olar ki, yəni bu tip vasitələrdən istifadə olunmayıb. Yəni sırf piyadaların, sırf xüsusi təyinatlıların döyüşü olub. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Şuşa təkcə Şuşalılar üçün yox, bütün Azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala, əziz bir abidədir, deyən Ulu Öndər Heydər Əliyev müqəddəs arzularının həyata keçəcəyi günün uzaqda olmadığına əmin idi. Orada şəhidlərdən də bir neçəsi dedi ki, biz Şuşaya çatdıq, Şuşanı aldıq. Amma mən şəhid oldum. Mən illərlə bunu gözləyirdim ki, Şuşa alınsın və oranın iştirakçısı, oranı alan mən olum. Çox təəssüf ki, həmin o əsgərlərimiz, döyüş yoldaşlarımız şəhid oldu. Amma Şuşa üzərində qələbə çalaraq şəhid oldu. Yəni, hər bir qazimizin, hər bir canını tapşıran şəhidimizin arzusudur ki, Azərbaycan bayrağını Şuşada, Xankəndində dalğalandırsın. Yəni, geriyə çəkilə bilməzdi vətən övladı. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğa çatdırdı.
Azərbaycan xalqı zəfərlə müjdələndi. Bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, yenilməz Fatih, müzəffər Ali Baş Komandan kimi əbədi həkk etdirdi. Prezidentin sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə əbədiləşdirildi. Noyabrın 8-i Zəfər günü elan edildi. Yatmışdım, axşam saatları idi. Birdən gördüm ki, bir səs-küy qopdu ki, sən demə bu Zəfərin səs-küyüymüş. Hər il noyabrın 8-də ölkəmizin hər yerində könüllərini əbədi olaraq şəhadətlə möhürləyən, paramparça olmuş yurd yerlərimizi düşmən tapdağından azad edərək onu bütöv vətən etməyi bacaran qalib şəhidlərimizin ruhu yad edilir, al-qırmızı qanları ilə yazdıqları qəhrəmanlıq dastanları ehtiramla xatırlanır. Bu şanlı zəfər tarixi təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi, vətənpərvərlik, qəhrəmanlıq və mərdlik nümunəsi, Azərbaycan xalqının isə ən böyük fəxarət simvoludur. Ramiz Rövşənin bir şeiri var. Deyir ki, uçan durnalara şeir yazdılar. Ölən durnaların lələkləri ilə. Bu gözəl sözdür. Azərbaycan zəfəri, Azərbaycanın qələbəsi şəhidlərin, yaralıların, qazilərin, döyüşçülərin qanı ilə yazılır. Əskər idi bir dənə əskər. Səhv etmirəmsə Şəmkirdən idi. Çox ağır yaralanmışdı. Amma ağrıdan sanki heç nə hiss eləmirdi o. Onun bir neçə yarası var idi. Qolu sınmışdı. Açıq sınıq idi qolu. Əslində açıq sınıqlar çox böyük ağrı verir. Ondan boynundan yaralanmışdı, sinəsindən yaralanmışdı, qarın nahiyəsindən yaralanmışdı. Deyirdi, mənə komandir deyirdi, komandir, narahat olma, sən qolumu sarı. Yəni, mən ağrını hiss eləmirəm. Əsas, yəni mənim istəyim bura idi, gəldim, çatdım da. Şuşanın azad edilməsini Azərbaycanın 30 illik yaralarının üzərinə çəkilən, xalqın qəddini bir gündə düzəldən məlhəm sayan, böyük söz adamının danışdıqca köksü fəxarətdən körüklənir. Hər zaman uca ruhunu qoruyub saxlayan Qarabağın incisi qədim qala şəhərini məşhur misraları ilə vəsf edir. Savaş əslində dünya hərb tarixinin bir sehirli, bir təkrarsız səhifəsidir. Bu gün də dünyanın müxtəlif yerlərində bu barədə danışılır. Mən o vaxt Şuşaya və Qarabağa dönüş yazısında bu barədə yazmışdım. Arxada qaldı divar, öndə düşmən səngəri, səngərin o üzündə ruhumuzun şəhəri, Pənah xanın, Vaqifin, Natəvanın şəhəri, zirvələrə köklənən tar kamanın şəhəri, hər həyətdən yollara aşan qızıl gülləri, canlı güllər eşqinə oxuyan bülbülləri, Nəcəf bəyin ocağı, Əhməd bəyin yuvası, Hacıbəyli nəslinin bitməz vətən qovğası. Bu cür böyük şəxsiyyətlərə, dahilərə yuva olmuş, o dahiləri yetirmiş bir şəhər heç vaxt düşmən əlində qala bilməzdi. 8 illik həsrət bitdi. Biz Şuşaya qayıtdıq. Zəfər yolu ilə başlanan bu tarixi qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəlib. Azadlığına qovuşan Şuşada yeni inkişaf dövrü başlayıb. Qədim qala şəhəri artıq böyük quruculuq, təmir bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilir. Burada ədəbiyyat və mədəniyyət xadimlərinin həsrətlə gözlədikləri unudulmaz Xarı Bülbül festivalı, Vaqif poeziya günləri keçirilir. Məscidlərdə azan səsi, Cıdır düzündə xanəndələrin muğam zənguləsi bir-birinə qarşı. Bir sözlə işğaldan azad edilən Şuşada həyat yenidən qaynayır, toy-büsat yenidən çalınır, qəhrəmanlar yenidən doğulur. Orada bayrağımız sancıldı, sonra Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynov azan oxudu. Bu bizim üçün çox böyük qürur hissi idi və bunu sanki bir yuxu kimi düşünürdük ki, yəni biz istəyimizə nail olduq. Biz Şuşanı azad elədik, burada bayrağımız dalğalanır və ən əsası da bizim azanımız səslənir. Yəni öz döyüş yoldaşlarımız tərəfindən burada azan səslənir. Yəni bu bizim üçün böyük qürur hissi idi. Yəni bunu sözlə ifadə etmək mümkün deyil. Oradakı hissləri. Şükürlər olsun ki, o qəhrəman oğulların, bizlərin qanı yerdə qalmadı.
qələbəmizi qazandıq. Cənab Ali Baş Komandanın tapşırıqları nəticəsində, səyin nəticəsində bu təkcə ordunun güc strukturlarının qələbəsi deyildi. Bu bütün Azərbaycan xalqının qələbəsi idi. Yaşlı insanların, o bizə məktublar yazan körpələrin qələbəsi idi. Yəni yaşlı kasıb nənələrimizin pensiyasından keçib əsgərə yardım göndərməyi idi. Onlar idi bizə motivasiya verən, güc qüvvət verən. Yəni biz o anaların, o bacıların, o atalarını itirmiş övladların üzünə məğlub şəkildə geri qayıda bilməzdik. Düşmən ağlına da gəlməzdi ki, Azərbaycan ordusu, Azərbaycan əskəri bu keçilməz yolları keçib, gəlib Şuşanı fəth edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq. Azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bura döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir, Qarabağ Azərbaycandır. Yaşasın Şuşa, yaşasın Qarabağ, yaşasın Azərbaycan.